Bu, əzəmətli bir mövzudur. Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun, səcdədə çox dua etdiyi bir mövzu. O, Allahın rəsulu olmasına baxmayaraq, Allahdan din üzərində sabitlik istərdi. Belə dua edərdi. Ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit et. Və bu duanı o, Allahın rəsulu olduğu halda edərdi. Və həniflərin imamı İbrahim Xəlilullahın duası da məlumdur. Allah onu bizə öz kitabında da belə nəql edir. Ey Rəbbim, məni və övladlarımı bütlərə ibadət etməkdən uzaq tut. Bax bu, Allahın dostu Xəlilullah, dinin əsası üzərində sabit qalmaq və bütlərə ibadətdən qorunmaq üçün Allaha etdiyi duadır. Halbuki biz indi görürük ki, çoxlarımız heç bir gün belə dua etmirik ki, Allah bizi bütlərə ibadətdən qorusun. Çünki bir çox müsəlmanlar öz vəziyyətlərindən arxayındırlar. Halbuki onlar salih insanların necə düşündüyünə baxmırlar. Onlar bilirdilər ki, qulların qəlbləri Rəhmanın iki barmağı arasındadır. Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun, səhih bir hədisdə buyurmuşdur. Qulların qəlbləri Rəhmanın iki barmağı arasındadır. O, onları istədiyi kimi çevirir. Bəzi alimlər demişlər, qəlblər çox çevrildiyi və dəyişildiyi üçün bu adla adlandırılmışdır.